Və dua qəbul olmaq üçün çoxlu səbəblər var. Onların biri də oruç tutmaq. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm hədislərin birində buyurur ki: "Fələtu da'avatin la turad." 3 dənə dua var ki, Allah subhanahu və teala onu rədd eləməz. Həmişə cavab verər. Sonra deyir Peyğəmbər sallallahu əleyhi və səlləm: "Da'vatul validi validihi." Yəni valideyn öz uşağı etdiyi dua, və da'vatus saim və da'vatul musafir. Və həmçinin oruc tutanın duası və müsafirin duası. Ona görə dua barədə Allah subhanahu və teala orucdan, Ramazandan danışanda bu barədə bizə xəbər verir. Ona görə sən oruç tutanda ta iftaracan bil ki, dua qəbul olunan vəziyyətdəsən. Və bəzi alimlər, necə Şeyx İbn Teymiyyə rahimehullah buyurur, deyir ki, biz görürük ki, bu dua məsələsi Ramazan ayələrinin axırında Allah subhanahu qeyd edib. Bu onu göstərir ki, dua da iftara yaxın eləmək yaxşıdır. Axırda. Çünki axırda həmçinin insan daha çox yorulur. Və nə qədər çox insan Allah subhanahu wa ta'ala üçün özünü zəlil edirsə, o qədər də Allah subhanahu wa ta'ala yaxın olur və duası da qəbul olunur.